Lütfüzadə adına keçirilmiş mantiq olimpiyadasında bazı suallara baxacağıq. Şəkilli suallara keçməyəcək çünki vaxtımız çox azdır. Sadəcə qanuna uyğunluqlara baxacağıq. Məsələn, birinci sualımızda belə bir qanuna uyğunluq verilibdir. Bunu tərsinə də gələ bilərsiniz, düzünə də gedə bilərsiniz. Məsələn, 0 ilə 1-in cəmi 1 verir. Sonra 1 ilə 1-in cəmi 2, 1 ilə 2-in cəmi 3, 3 ilə 5-in cəmi 8, 5 ilə 8-in cəmi 13 və burada da 8 ilə 13-in cəmi bizə verəcəkdir 21-i. Daha sonra yəni bu kvadratları girməyəcək. Burada tərəzi vardır. Tərəzidə 3 top. Toplar sual işarəsidir və kvadratlar isə 10 qramdır. Burada topları biz x ilə hesablasaq, x qoysaq topları. Burada 3x demək bərabər olacaqdır. Demək burada kvadratlar 10-10'dursa, demək 30. Üzərinə gələcək. Bir dənə də bizim burada x'imiz var, x-ə. Və x-i bərabərliyin solunu keçsəmdə 2x bərabər olacaqdır 30-a və x buradan bərabər olur 15-ə. Yəni yerinə qoysaq, baxarıq ki, bura 45-dir, 3 15-in 45, 3 sonun 30, üzərinə də 15 gələndə 45, yəni 45, 45-ə bərabərdir. Burada da bizim qırmızı toplarımızın cavabı C variantı olacaq. Daha sonra 5-ci sualda deyir ki, kvadratın kanallarındakı ədədlər müəyyən qanuna uyğunluqla yazılmışdır. Sual işarəsinin yerinə uyğun gələn variantı seçin. Baxın, burada demək 6-dan 7-yə 1 artıb, 7-dən 9-a 2, 9-dan 12-yə 3 artıbdır. Yəni sual işarəsi 9-dan 1 vahidi artıbsa bura olacaq 10. Daha sonra 11-dən 1 vahid olubsa 12, 12-dən 2 vahid gəlibsə 14. Buranı tapdıq. 12-dən 1 vahid artıb 13-dən 15-ə 2 vahid və 3 vahid olanda da 18. Demək bizdə olacaqdır 10, 12, 14, 18. Bu da C variantı olacaq. Daha sonra 7-ci sualda da deyir ki, sətir və sətir sütun diaqonallar üzrə ədədlərin cəmi eynidir. Boş xanalara yazılacaq ən böyük ədəd neçədir? Bax, buradakı bu diaqonalın cəmini hesablasaq bizə verəcək 34. Bunları doldursaq, yəni demək 6, 10, 19. 34'ten 19'un sonunda buranı verir 15. Daha sonra 7, 2, 9, 18. 34 almak için buranı verecek bize 16. Daha sonra burada 10, 16, 26, 31. Burada bize verecekti 33. Bu cəm 19, 22 bize verecekti 12. Buraya yazacaq. Yəni sətir və sütun üzrə bütün rəqəmlər ədədlərin cəmi 34. Sonra 1, 26. Burada 34 olmaq üçün 8. Buranın 34 olmaq üçün 11 və buranın da 34 olmaq üçün 14. Bizdən də soruşur ki, yazılacaq ən böyük ədəd hansıdır? Ədədimiz olacaqdır 16 B variantı. Şəkillərə baxmayacaq. Başqa məsələn belə bir sualımız var. Aşağıda verilən qanuna görə sual işarəsinin yerinə uyğun olan variant. Baxın, bu verilən şəkil 9-a bərabərdir və bu 1-ədir. 1-i bura gətirsək, yəni bu 9-dan 1 çıxanda bizə normalda verəcək 8-dir. Çünki bax 1-i bura yerləşdirsək, yenə verəcəkdir bizə 9-u. Demək bizim doğru variantımız burada olacaqdır.